Salam, hər vaxtınız xeyirli olsun, çox hörmətli, möhtərəm dinləyicilərimiz, hamılıqla xoş gördük sizi. Efirdə vaxtınız varsa, mikrofon qarşısındasa Mahəddin Əsgərdir. Çəkməsən sevdanın, cövrü cəfasın, bilməzsən dünyaya dar olmaq nədir? Sevəni çox olar nazlı dilbərin, əl çatmaz zirvəyə yar olmaq nədir? Gərək eşq şərabın içən məst ola, atəş oda yaxa, nazdan qəst ola. Ümid qırılarsa gərək dəst ola, biləsən nalə-i kaman tar nədir? Aşiq tənha gərək cəmlər içində, alışa nur saça şəmlər içində. Xanimanın qursun qəmlər içində, bilə səhradakı simuzər nədir? Ümmanı qurutsun, odları yaxsın, aləmə könlünün gözü ilə baxsın, göylərdən yol alıb qəlblərə axsın, duya ki yandırıb yaxan nar nədir? Fələyin əlindən düşər ələyi, cahanı qərq edər sevən ürəyi, yerdə insan qalmaz, gəzər mələyi, cəm bilə heçkən olan var nədir? Heç bilmirəm, nədən başlayım, sadəcə xoş gördükmü deyim, yoxsa bütün olmuşlardan, qalmışlardan mı danışım? Amma yox, qonağımı ən azından sözündən görüb tanıyanlar qoy bugün də özünü yaxından tanısınlar. Həm də öz poetik ruhu, duyumu, üslubu ilə. Şeirlərinin həyatiliyi, lirik müşahidələrinin özünə məxsusluğu əslində şair haqqında xeyli fikir desə də, hörmətli dinləyicilər, Azərbaycan radiosunun efirindən təqdim olunmasını niyəsə mən daha məqsədə uyğun saydım. Odur ki, hörmətli dinləyicilər, əziz bizi eşidənlər, dəyərli izləyicilər, tanış olaq. Bugünkü verilişimizin qonağı ixtisasca geofizik olsa da, uzun zamandır şeir və məqalələri ilə mətbuatımızda mütəmadi çıxış edən Jurnalistlər Birliyinin üzvü Səfər Səfərlidir. Səfər bəy, xoş gəlmişsiniz studiyamıza. Xoş gününüz olsun, xoş günlər bizə gələk. Necəsiz, əhval-ruhiyyə necədir? Sağ olun, şükür. Hər şey yaxşıdırmı? Verilişimizin adı vaxtınız varsadır, amma sizin vaxtınız deyəsən, işiniz elədir ki, elə qurmusunuz ki, çox az olur. Vaxtdan gileylisiniz həmişə. İstəyirsiniz, vaxtdan bir qədər vaxt oxuyan kimi oturasınız masa arxasında və gözəl bir şeir nümunəsi oxuculara təqdim eləyəsiniz. İlk oxucunuz kim olur? İlk oxucu ruhum olur, könlüm olur. Aha. Ruhunuzla, könlünüzlə razılaşandan sonra artıq qələmə sarılır və ləçəkləşən şeirləriniz çiçəkləşib dinləyicilərin təqdimatına verilir, deyilmi? Açığını deyim ki, könlüm, ruhumu çox vaxt razılaşmır, bəyənmir şeiri. Aha, orada da mübahisə yaranır. Bəli, bəli. Mən hələ ki istədiyim şeiri, könlüm oxşayan şeiri yaza bilməmişəm. O istiqamətdə gedirəm, çalışıram. Yəqin ki, bilmirəm. Yəqin insanların ümumiyyətlə arzuları, həyat elə qurulub ki, sona qədər istəyinə çatmaq mümkün deyil. Tək şeirdə, ədəbiyyatda deyil. Bəlkə də həyat maraqsız olardı onda. Maraqsız olardı. Desəm ki, bugün mən könlümün istədiyi şeiri yazdım, gərək yəqin ki, qələmi qoyam yerə. Daha çox ovqatınızın, belə deyək də, yüksək məqamında şeir yazmaq istəyirsiniz, yoxsa daha çox biraz niskil, bədxahlıq bürüyəndə sizi? Hər məqamında. Ovqat olan məqamında, istəyir sevincli olsun, könlüm dillənəndə yazıram. Olubmu ki, heç yazdığınız şeirləri müəyyən zaman kəsiyi üstündən adlasın və sonradan ondan narazı qalasınız və cırıb atasınız? Çox olub. Çox olub deyəndə ki, haradasa açığın deyib, mən 40 yaşına qədər olan bütün əl yazmalarımı yandırmışam. Düzdür, bəzi şeirlər üçün çox təəssüf eləyirəm, amma ki, yandırmışam. Nə idi məcbur eləyən sizi? Haradasa həyatdan bezginlik, düşkünlük. Niyə 40 yaşından sonra ədəbiyyatda məsələ siz qərar tutmaq istəyində oldunuz? Bu barədə danışmağını deyər açıq, xoşdur mənim üçün danışmaq. Mən ədəbiyyata gəlmək istəyim olmayıb açıq. Yenə deyirəm, o 40 yaşındakı şeirləri yazdırmışam, özümə söz vermişdim ki, bir daha əlimə qələm getirməyim. Ancaq elədir ki, istəmədən, məcbur olmuşam. Şeir özü məcbur eləyir ki, gərək yazasan. Sosial şəbəkədə yazılarımı paylaşdım ki, ürəyimi boşaldım. Və orada elə bil ki, müəyyən bir mühit, gənclərin mühitinə, dairəsinə düşdüm. Və oradakı gənclər indiyəcən dostluq elədiyim, yoldaşlıq elədiyim, yaş fərqimiz də olsa, mən onları özümə dost sayıram. Qabil ədalətdir, İlhamə Sultandır, Aygün xanımdır, gözəl şairimiz Şəmsi Qocadır. Bunların hamısına mən təşəkkür edirəm ki, onlar sadəcə məni məcbur elədilər qələmi sınamağa və
bu səviyyə demək olar ki, gəlməyimdə ilk addımlarımı atmaqda mən onlara minnətdaram. Doğrudan sadaladığınız o qədər də yəni bələd olmasam da imzalarına, amma Şəmsi Qocanı çox yaxından tanıyıram, çox yaxşı tanıyıram, qələminə bələdəm, yəni onun oxucusuyam mən. Çox maraqlı və fərqli yazıları və şeir nümunələri var. Siz geofiziksiz, mən təqdimatda da qeyd elədim, dinləyicilərimizin diqqətinə çatdırdım və bizim bu günə qədər ədəbiyyatımızda fizik olaraq adı, sanı, ədəbiyyatda daşan, şöhrəti aşıb daşan yazarlarımız çox olubdu. Bütün dünyada olubdu bu. Fiziklərlə bağlı demək istəyirəm, onların yazılarında mən fəlsəfə görürəm. Yəni, onlar daha çox fəlsəfiyə meyl eləyirlər öz yazılarında. Amma sizdə isə bu fəlsəfə o qədər də gözəl çapmır. Mən demirəm ki, sizin bütün yaradıcınızı başdan ayağa vərəqləmişəm, yox. Müəyyən qism şeirlərinizlə tanış olmuşam. Sizdə bir ruhani düşüncə tərzi hiss edirəm. Bilmək istəyirəm ki, sizin ədəbiyyata gəlişinizə o bayaq söylədiyim kimi uğurlu yolu kim göstərdi? Kim dedi ki, səfərli. İrəliyə gedin, addımlayın, ədəbiyyatda siz özünüzü göstərə biləcəksiniz, oxucu məhəbbəti qazana biləcəksiniz. Odur ki, ürəkli oldunuz, sizə ürək-dirək verdi və siz başladınız dalbadal gündə bir neçə şeir yazmağa. Oldu belə yaxın dostlarınız, yazarlardan kimsə? Şəmsə Qocaoğlu. Gözəl. Bizim son dövr ədəbiyyatımızda, Səfər müəllim, Bakının obrazını o qədər də şeiriyyətə gətirmək istəyənlər yoxdur. Siz özünüz bir Başkəndin, belə deyək, evladı olaraq, bir Bakılı olaraq, paytaxtda doğulan bir insan olaraq, varmı şeirlərinizdə Bakı obrazı? Var, Bakı obrazı var. Kitabımda çıxıb və indi həmin o şeirin ətrafında Bakı haqqında bir poema üzərində işləyirəm. Bir ilə yaxındır, tamam, demək olar bitirmişəm, ancaq yenə narazıyam. Yenə bilirsiniz, elə bir əsər olmalıdır ki, Bakıya layiq olsun. Aydındır. Səfərlinin şeiri poeması olmamalıdır. Bu Bakının poeması olmalıdır. Bakı haqqında bizim o gözəl şair İlqar Fəhmi də gözəl əsərlər yazıb. Ona paralel yox, hardasa demirəm ondan da üstün başqa bir balaca tərzdə Bakı haqqında, belə deyək, öz Bakım haqqında bir xatirə dolu, bir tarix dolu, bir eşq dolu bir əsər ortaya qoymaq istəyirəm. İndi imkan olar, qismət. Hər kəsin arzularını gerçəkləşdirən bir məkan kimi Bakı obrazı gərək fərqli bir obraz olsun da, hər kəsin qəlbində, ürəyində. Çox yaxşı. İstəyirəm söhbətimizin bu yerində bir şeir nümunəsi eşidək. Taleyi aradım, bəxtimi gəzdim, sinədə dağ tapdım qəm şəklində. Bir gözəl sevmişdim, könüldən verdi həsrətin gözümə nəm şəklində. Daşını dağ sanan dillənmə dil, dağın dərəsi var, öndə toran sil. Kimsə viranına çünənən deyil, əriyib gedəsən şəm şəklində. Göydə nurdu məskən, yerdəsə zülmət, göz günə baxanmır eyləsən diqqət. Sərvəti zülmətdə gəzən bu xilqət, sabahını qazır cəm şəklində. Qəlbdə qoşa xanə, sevinç və kədər, qəhqəhə çəkməyin, oyanar qəhər. Bir gün xatırlarsız köçəndə səfər, küləklər ağlayar bəm şəklində. Deyirlər 40 yaş cavanlığın qocalığıdır, 50 yaşsa qocalığın cavanlığıdır. Siz ömrünüzün bu dövrünü yaşayırsınız, qocalığın cavanlığını yaşayırsınız, 50 yaşınız var. 40 yaşında isə artıq belə çıxır ki, 40 yaşında ədəbiyyata gəlmişsiniz, 10 ildir ki, siz ədəbiyyatdasınız. Olunmu siz ədəbiyyatda incik salan müəyyən məqamlar, hansı ki, siz razılaşa bilmirsiniz bir qələm əhli kimi, bir yazı pozu adamı kimi və sevdiyiniz, istədiyiniz, maraq göstərdiyiniz cəhətlər ədəbiyyatla bağlı hansılardır və sizi narazı salan, geri boylanmağa məcbur eləyən məqamlar hansılardır? Ədəbiyyat deyil, ümumiyyətlə həyatda, həyat özü insanı incidə, döyə irəli aparır. Bu inciklik, bu küskünlük, bu necə deyərlər olmasa, onda irəli getmək də olmaz. Mən ən çox hələ mənə o bayaq
yardım eləyən, mənəvi kömək göstərən insanlara təşəkkürümü bildirirəm yenə də. Onların adlarını çəkdim. Ancaq mənə bəlkə də ən çox minnətdarlığımı mənə zərbə vuran insanlara bildirmək istəyirəm ki, o mənə deyən o insanlar ki, qələmi qoy yerə, çıx get bu meydandan. Onlar məni məcbur elədi ki, mən irəli daha bərk addımlarla gedim. Gözəl. Siz həm də qəzəl yazırsınız. Müəyyən qədər qəzəllərinizə də mən rast gəldim, oxudum və bu qəzəllər tutaq ki, Füzulinin qəzəllərindən fərqli qəzəllərdir, Nəsiminin qəzəllərindən fərqli qəzəllərdir. Yəni orada vəzn tamam başqadır. Sizin qəzəllərinizi bugünkü nəslin oxuması və qəbul etməsi, başa düşməsi daha asandır. Bizdə əruz janrı inkişaf eləməkdədir. Azərbaycan poeziyasının mühitində inkişaf eləməlidir. Əli Əmirovdur, Yasin Xəlildir, Xatirə Xatundur, Əli Aslanoğludur. Müasir Azərbaycan dilində gözəl qəzəllər yaradırlar, şirin qəzəllər yaradırlar və sübut eləyirlər ki, yabancı sözləri, ərəb, fars sözlərini işlətmədən də əruzda gözəl qəzəllər yaratmaq olar. Və ilk Azərbaycan, necə deyərlər, poeziyasında xalq dilində qəzəli yerinə Əliağa Vahid olub, Allah rəhmət eləsin qəni. Yəni ondan sonra çox olub. Ancaq ki, indi yeni bir hardasa mərhələ keçir əruz vəzni və bu işdə mən hardasa bayaq inci məsələsi deyirsiniz, mən ədəbiyyatçılarımızı daha çox qınayıram ki, nəzəriyyəyə bizim ehtiyacımız var. Bu nəzəriyyənin formalaşmasına. Çünki şairinki yazmaqdır, ritmdir, ahəngdir, fikirdir. Ancaq onun formalaşdırma və ədəbiyyatda tənqidçilərə, nəzəriyyəçilərə böyük ehtiyac var ki, artıq yeni bir forma yetişir, yeni bir mühit yetişir. Səfər Səfərlinin yazılarına ilk diqqət göstərən oxucu yox, tənqidçi olaydı kaş. Çox təəssüf edirəm ki, bugün ədəbiyyatımızda tənqidçilər çox azdır. Olanlar da o qədər yeni yazanların yazılarına fikir vermək iqtidarında deyirlər, istəmirlər, daha çox biraz biganə yanaşırlar. Mən bu sözü, yəni subyektiv fikrimdir, mən belə görürəm. Hansı bir tənqidçi sizin poeziyanıza bir söz deyib? Varmı, olub mu belə bir fikir söyləyən, hansı qəzetdə çıxış eləsin? Qoy sizi tənqid eləsin. Əslində bu sizin yaradıcınıza bir təkan ola bilərdi. Yəni sizin xeyrinizdə ola bilən bir məqam olardı bu. Əgər tənqidçi sizin poeziyanızla bağlı öz düşüncələrini bölüşərdisə. Onu görə bilmək istəyirdim ki, sizin yazılarınızda hər hansı bir tənqidçi fikir söyləyib, rəy bildirib, yoxsa yox? Gözəl tənqidçilərimiz var, ədəbiyyatı bilən tənqidçilər var. Ancaq ki, tənqidi fikri ya dost xatirinə deyirlər, ya da demirlər nəyinsə xatirinə, ya da başqa formada deyirlər. Ona görə elə bu bayaq dediyim kimi ədəbiyyatın inkişafı üçün tənqid mütləq olmalıdır. Səmimi tənqid, həqiqi tənqid, acı tənqid. İndi bayaq qəzəldən danışdıq. Hardasa mən qəzəl bir ilə yaxındır başlamışam. Bir ilin içində bəlkə bir ondan 6 ay qabaq bir bu qəzəlxanların, ədəbiyyatçıların dalınca düşmüşəm ki, bu deyirsiniz, bu belədir, bu düzdür, bu neyi düzdür, nədir? Bir anla, bir kəlmə söz lazımdır mənə. Bir kəlmə söz. O bir kəlmə söz üçün izah eləyən yoxdur. Mən 6 ay gezdim və hardasa kimdənsə bir söhbətində o bir kəlmə sözü mən oğurladım. Açığını deyim də, belə oğurladım. Yaxşı mənada, bəli. Ondan sonra mənim qəzəllərim artıq formaya düşdü. Bir qəzəl də eşidək, onda sizin öz ifanızda. Ya Rəbb, nə olar batdı günəş, gündüzü qaytar. Nursuz olan kəslərə ehsan üzü qaytar. Bilməm ki, nədən, gözdüm kör, ya ki yox insan, iblislərə həmkar çoxalıb, saf düzü qaytar. Meyxoş eləyib bizləri torpaqdakı gövhər, döndər zamanı, bizlərə od, hörmüzü qaytar. Nazlı gülə yox daha aşiq yanan olsun, canları yandırmağa nurdan közü qaytar. İlqarı dönən bir ya da 5-10 deyil Allah, vəhşətdə uyan kəsləri milyon yüzü qaytar. Heçdən yaradıb bizləri var eylədin, amma dərk eyləmədik. Heçliyə nə olar bizi qaytar. Ruhsuzsa səfər bilməz olar ruhda nə candı. İnsanlara göstər özünü, möcüzü qaytar. İnsanlara göstər özünü, möcüzü qaytar. Çox yaxşı. Doğrudan əruz vəzində qəzəli oxumaq çox çətindir, hər kəsin işi deyil. Bu vəzində oxumaq və fikrini qarşısındakı, çevrəsindəki insanlara çatdırmaq.
Amma hər halda ailədə, evdə, uşaqlar arasında sizdən əvvəl ya sonra nəsildə varmı ədəbiyyat adamı, söz adamı? Yox. Sizdən sonra da sizin yaradıcınızı izləyən və maraq göstərən yoxdur ailədə? Var, adını çəkmək istəmirəm çünki özü gizlini saxlayır. Kiçik qızım çox maraqlıdır. Aha. Yəni bilirsiniz, siz oğrun onun yazılarına baxmaq istəməzdiniz? Baxa bilməmişəm. İmkan yaratmayıb, ha? Aha. Amma bilirsiniz ki, yazır. Bilirəm. Hansı istəklərinizi, yəni operativ olaraq şeirə köçürmək istəyirsiniz, amma kəsərinə görə bir qədər əl saxlayırsınız ki, daha kəsərli sözü tutaq ki, publisistik yazıda demək mümkün olacaqdır. Varmı elə bir düşüncəniz, fikriniz ki, operativliyinə görə istəyərdiniz onu poeziyaya gətirəsiniz, amma o kəsəri, o iti fikri, düşüncəni vermək üçün bir qədər əl saxlamısınız ki, bəlkə də poeziyada onu o dərəcədə, o kəskin istədiyiniz formada oxucuya çatdıra bilməyəcəksiniz. Olub, ona görə əlinizi saxlamısınız. Bəlkə də bu mənim indiki halda ən çatışmayan cəhətlərimdən biridir ki, əl saxlaya bilmirəm. Fikir gəldisə yazıram onu. Açıq deyim, ancaq saxlamaq lazımdır. Sifariş alırsınız şeir yazmaq üçün, var sifarişli şeirləriniz? Sifariş alıram, çoxdur. Ancaq necə sifariş, belə necə deyərlər, dostuyana, bir xahiş eləyir, ad gününə, dostuna, belə eləyirəm. Yəni ola bilər ki... Ancaq o şeir mənim şeirim deyil. Aha. Bayaq dediyiniz o təngəçilərlə, yəni o da harca müəyyən qədər bir tərifnamə qazanmış olur da, tərifi məthiyə filan, hə? Məcbursuz indi dost xahiş edirsə, o sifarişi şeirdə onu pis cəhətlərini qeyd eləməyəcəksiniz ki, hər halda yəqin ki, tərif edəcəksiniz də. Ona görə deyirəm də o şeir artıq mənim şeirim. Onu özünüzdən uzaqlaşdırırsınız. Bayaq poemanın adını çəkdiniz, onun üzərində işləyirsiniz. Daha hansı yazı pozunuz var? Nə işlər görmək istəyirsiniz? Kimdən yazmaq istəyirsiniz? Niyə yazmaq istəyirsiniz? Varmı belə bir planlar? Yoxsa hələ başqa işiniz imkan vermir buna? Ümumiyyətlə, vaxt darlığı var, ancaq ki, ümumiyyətlə təkcə kimdənsə yox, ümumi bir öz fəlsəfi dünyamı formalaşdırmaq istəyirəm öz əsərlərimdə ki, artıq bu dünyaya girmək istəyən, artıq bu əsərlərə girib mənim dünyamı artıq nə olduğunu bilə bilsin. Hardasa öz ideologiyamı, öz dünyaya baxışımı qoymaq istəyirəm. Daha doğrusu bu formalaşmaq üzrədir, hələ formalaşmır. Şeirlərinizə musiqi yazmaq istəyən varmı? Sizə heç müraciət edən olub mu? İndi hansısa üslubda aşıqlar tərəfindən, ya estrada müğənniləri tərəfindən, ya hansısa bəstəkarlar? Düzü bir neçə dəfə məndən təklif almısınız, hə? Təklif almışıq necə? Mən düzü xoşlamıram musiqiyə, mahnıya. Hələ ki xoşlamıram. Mətin yazmaq. Mətni yazmışam, vermişəm, demişəm ancaq mənsiz. Mahnı mətni yazmaq da çox çətindir ya şair. Yəni hər kəsin işi deyil bu da. Bu da xüsusi bir istedad tələb eləyir. Bilmirəm nə qədər uğurlu olur, nə qədər uğursuz olur, onu deyə bilmərəm. Ancaq ki açığını deyim, o qədər də xoşlamıram. Düzdür. Nəğməkar şair adından xoşunuz gəlmir. Gözəl. Onda bir şeir nümunəsi eşidək sizdən. Nədən unutmusan, sonra nəyə gözəl, yanağı oxşayan şey yadımdadır. Zülfümün telinə toxunma deyən, ona tumar çəkən mey yadımdadır. Ümidim gəzərkən çərx fələyində, bilmədim köz olmaz buz ürəyində. Baxışın canıma o dəliyəndə, ruhumu aldığım beh yadımdadır. Qulu bəyənmədin eşq həyatında, kölgən də tən etdi sənin yadında. Nədən kül gəzirsən yeni odunda, son səfər, son sözün yadımdadır. Məsləhət aldığınız insanlar var ki, yəni şeir, söz, sənət adamları, Səfər müəllim, hansının məsləhətləri sizi qane etməyən məqamlar da yaranıb, yəni həyatınızda? O mənim üçün maraqlıdır. Yəni siz hər hansı bir vəzn üçün, hər hansı bir qafiyə üçün, hər hansı bir ədəbi fikir üçün də kiməsə müraciət eləmişsiniz onun açıqlamasını almağa, amma siz bilə-bilə o sizə o düzgün açıqlamanı vermir və yaxud da istəmir. Olubmu həyatınızda, yəni yaradıcınızda belə insanlarla rastlaşa bilirsinizmi, yoxsa? Yox, düzü əvvəllər bir neçə dəfə olub və bayaq dediyim kimi elə insanlar tez uzaqlaşdım və elə insanlara müraciət eləmirəm. Yəni mənim dostlarım azdır, amma təmiz dostlardır, belə saf dostlardır və açıq-açığına mən bilirəm ki, məsələn, bu filan kəsə mən müraciət edirəm. Çox yaxşı. Mən bilmək istəyirəm onu da ki, Səfərli görəsən bilsəydi ki, yazdığı şeyləri heç kəs oxumur, yəni oxuyan oxucuların sayı çox azdır. Yenə davam eləyərdi yazmağında, yoxsa yox?
Bilirsiniz, mən heç vaxt oxucunun sayının çox olmağı üçün çalışmamışam. Əksinə, bəzən keyfiyyətinə daha çox fikir verirəm. Az oxucu, məsələn, deyək ki, bir ədəbiyyatçının rəyi, fikri mənim üçün daha xoşdur, nəinki ədəbiyyatdan uzaq bir kəslərin. Onlar sadəcə hardasa zahiri oxunuşu, ritmi xoşuna gəliblər. Ancaq mənə lazımdır ki, şeirin fikrini duysun, fəlsəfəsini duysun, içimdə olanı duysun. Çox vaxt olur ki, baxırsan, filan qədər insan bəyənib və rəylərdə də başa düşürsən, artıq bu mənim dediyim fikri ona çatmayıb. Aha, öz düşüncəsi səviyyəsində bu artıq məni qane eləmir. Daha bir şeir də eşidək sizdən, yavaş-yavaş verilişimiz yekunlaşır, vaxtımız sona yaxınlaşır. Odur ki, bir şeir nümunəsi də eşidək sizdən və yavaş-yavaş dinləyicilərimizə hələlik söyləyək. Buyurun. Mənə yalan dedilər bu dünyaya gələndə, çığırıb bağıraraq gəlmək istəməyəndə. Mənə yalan dedilər, bu dünyanın düzü var, ətir saçan gülləri, nəğməli bülbülü var. Dedilər, dağ babamız, qartal vüqarımızdır. Zirvələrin başında gördüyün o bəyaz qar, bala, vicdanımızdır. Aldandım avam-avam, açıldı neçə yaram. Demə uca zirvələr vətənə çəkilən dağ, dağlar əğyara tapdaq, ayaqlar altda papaq. Qovulduq qucaq-qucaq, daha yanmır o ocaq. Tariximiz, əslimiz, əcəmlərdə qəbrimiz, dağ vüqarlı ərlərin saçlarına dən düşüb, bəzən bez tapılmayıb, ağ yerinə qan düşüb. Demə qartal zirvəsi quzğunlara yurd olub, ceyran cüyür məskəni çaqqal olub, qurd olub, baxa-baxa qalmışıq. Nağıllar danışmışıq. Neçə kərə ölmüşük, ölməyə alışmışıq. Daha dinmir babalar, Babək, Həcər, Nəbidən, aşıqlar nəğmə qoşur, Korun oğlu dəlidən. Məzar, bazar açmışıq. Satmağa nə qalıbdır? Satlıq mən deyim sizə, dorun, növbəyə durun. Sabahından çəkinən, gözün açıb diksinən körpə-körpə mələklər, arzu dolu ürəklər. Xəncəri sancılmayan neçə enli kürəklər, hələ sındırılmayan, haram əl gəzdirməyən qola bağlı biləklər. Haydı, tələsin, gəlin. Nəfsinizi məzlumun göz yaşında qərq edin, xanimanlar qurulsun, pillə-pillə, qəm, kədər, gözəl görünsün deyə arasına qan bəzər. Nədən belə bu vəhşət? Hayana dolanırsan, təbəssüm dolu dəhşət. Ömür yaman qısalıb, çox yaşayan quru can, işdə təşviş, həyəcan. Bu bədəndə neçə mən, ruhun tapanmır bədən. İnsanlıq tərk edibdir yəqin bəşəriyyəti, çox gəzənlər olubdur, yox görən həqiqəti. Ey həqiqət, hardasan? Bilirəm ki, bu yerdə sənə tapılmır məkan, yerdə biz veririk can. Qurduğum bu səltənət, kimə nur, kimə zülmət. Nədən çiskin, çən duman, zirvələri dolandı, ləli gövhər incilər torpaq altda qalandı. Şübhəm yox, var ədalət, düzün bilənsən əlbət. İstəməm tərk əzab, bircə sualıma mən cavab istərəm cavab. Haqq ədalətəm deyib, könüllərdə ələmdən viranələr ucaldan. Can alanlar kimdilər, qul mu, ya hakimdilər? Təşəkkür edirəm, bir daha minnətdaram. Sağ olun ki, dəvətimi qəbul elədiniz, studiyamıza gəldiniz, öz fikirlərinizi, düşüncələrinizi bizlə, həm də dinləyicilərimizlə bölüşdünüz. Səfər müəllim, bir daha minnətdaram. Və sonda nə sözünüz var, onu deyin dinləyicilərimizə, oxucularınıza və sağollaşaq. Sizə təşəkkür edirəm bu dəvətə görə, bütün bu əziyyət çəkənlərə, oxuculara da salamımı, ehtiramımı çatdırıram ki, vaxtın ayrılıb bizə qulaq asdılar. Təşəkkür edirəm bir daha, minnətdarım.
Var idi öylə xəyal, nazlı nigarım var idi, yar idi, Gönçə gülə, bülbül şeyda, yar idi. Bəxtimi çəkmiş idi rəngi bəyaz ilə fələk, nar idi, eşqə düşən qəlbdəki istək, nar idi. Dolanırdım başına pusquda çünki dayanan xar idi, əğyar olan içdəki durət xar idi. Yoxsa da hüsnə misal, dilbəri sultan eləyən ar idi, qəlbi təmiz, dövləti varı ar idi. Sevməyən bilməz olur nalə-i bülbül, belə ki, kar idi. Zülmət olan qəlbi və ruhu kar idi. Zərə uymuş çoxunun könlünə dünya, sən inan, dar idi. Cahil olan qəlblərə meydan dar idi. Sirrini sanma səfər, saxlamısan ki pünhan, car idi. Məcnuna tən aləmə eşqin car idi. Bədii yaradıcılığın, illah da poeziyanın çox vaxt ifadəsi mümkün olmayan sirli bir dünyası var. Və bu dünyada hər misra, hər söz elə incəliklə, elə dəqiqliklə işlənməlidir ki, şeirdə zərrə qədər də qeyri-səlislik olmasın. Bu keyfiyyətlər bütünlükdə hər bir əsl şeirin canı və qanıdır. Mənim bugünkü qəhrəmanımın oxuculara təqdim olunan ilk kitabının xeyir duası da bu sözlərlə başlanması təsadüfi deyil, hörmətli dinləyicilər. Çünki səfər-səfərli poeziyası, özünün yaşantıları, mənəvi saflığa tapınması, bəşəri məhəbbəti, ülvi eşqi, dolğun, bütün çalarları ilə vəsf etməsi ilə fərqli bir poeziyadır. Nəysə, keçmişə boylanan bu şair qardaş şeirlərində oxucusunu bir anlıq da olsa tarixə boylanmağa təkid eləyir. Dünəndənsə bu günə bir ümid işarır, bir arzu boylanır. Arzularınız çin, qələminiz iti, yaradıcılığınız davamlı olsun şair qardaş. Verilişimiz isə bax beləcə sona yetdi, hörmətli dinləyicilər, dəyərli izləyicilər, əziz bizi eşidənlər. Sağollaşmadan mən yenə də diqqətinizə çatdırmaq istəyirəm ki, vaxtınız varsanın bugünkü hörmətli qonağı, şair qəhrəmanı Səfər Səfərli idi. Rejissor Mehriban Bəşirzadə, müəllif isə Mahəddin Əsgəri idi. Vaxtınızın vaxtında qədrini bilin arzusu ilə sağ olun, sağlıqla qalın.